Bunu oxuyum. Burada deyir, təkfirçilər deyirlər ki, dinin əsli təkfirdir. Təkfir etməyən müsəlman deyil. Bu söz nə deməkdir? Qardaşım, bu bir şuardır. Şuar bilirsiniz nədir? Dinin əsli təkfirdir. Eşitmişsiniz bu şuarı? Eşitməmişsiniz. Hə, bu şuardır. Təkfirçilər də belə şuar ediblər. Dinin əsli təkfirdir deyir. Yəni sən təkfir etməsən müsəlman sayılmırsan. Bu sualda bu şuardan xarici iyi gəlir. Təkfirci iyi gəlir. Bəli, buyurun. Bu ifadə doğrudurmu, yoxsa yox? Bəzi insanlar deyirlər ki, müşrikləri təkfir etmək, yəni mürtədləri, dinin əsillərindən deyil. Yəni qəbrə ibadət edənləri təkfir etmək dinin əsaslarından deyil. Bu söz doğrudur, yoxsa yox? Xeyr, bu doğru deyil. Xeyr əzizim, bu doğru deyil. Allah subhanahu və taala onları kafir saymışdır. Ancaq o kəslər ki, Allah üçlüyün üçüncüsüdür deyirlər, artıq kafir oldular. O kəslər ki, kitab əhlindən və müşriklərdəndir. O kəslər ki, Allah Məryəm oğlu Məsihdir deyirlər, artıq kafir oldular. Onlar deyirlər ki, təkfir etmək Allaha şərik qoşanları, qəbirlərə ibadət edənləri, bu dinin əsillərindən deyil, bu vacibdir. Lakin bu, dinin əsillərindən deyil. Bunun dinin əsillərindən olduğunu kim deyir? Yoxsa bu, xəvariclərin əsaslarındandır. Sübhanallah, bu doğru deyil. Əgər biz bunun vacib olduğunu